İkinci fəsil: İstəklərimiz və məhdudiyyətlərimiz. Zəfərə yox, mübarizəyə inan. İnsanın düşməni daim onunladır. İslam fəlsəfəsindən. Səadətə nail olmaq üçün məkanları, ölkələri, fəsilləri dəyişmək lazım deyil. Bunun üçün ilk növbədə insanın özündən başlaması lazımdır. Bütün fərdi inkişaf konsepsiyaları, insanın düşüncəsini izah edən fəlsəfi tezislər, onu heç vaxt tərk etməyən, yanlışlığa yönəldən mənfi düşüncələri, destruktiv hissləri insanın xoşbəxtliyinin, inkişafının maneəsi kimi təqdim edirlər. Onlar insana irəli getməyə imkan verməyən, onu yoran və həyatını sevinclərdən məhrum edən başlıca amillərdəndir. Mənfi emosiyaların insanlara vurduğu zərərlər təbii fəlakətlərdən, fiziki zərərlərdən qat-qat çox olub. Xoşbəxt olmaq istəyən kəs mənfi hisslərdən azad olmağı öz əsas hədəfinə çevirməlidir. Psixologiyası xəstə olan şəxsin ətrafında sağlam mühitin olmasının ona heç bir faydası yoxdur. Var-dövlət içində olan insanın batini narahat fikirlərlə, əzablı hisslərlə doludursa, o özünü dünyanın ən kasıb və miskin insanı kimi hiss edəcək. Böyük qəsrlərdə belə yaşasa, özünü Somalidə, küçələrdə yaşayan, lakin qəlbi gələcəyə ümidlə dolu olan, müsbət düşüncəli Afrikalı gəncdən daha çox evsiz, eşsiz hiss edəcək. Batini yoxsulluqdan azad olan kəs cüzi vəsaitlə zəngin olacaq. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində taxt qursa belə yenə də kasıbdır. Mənfi emosiyalar insanın qatı düşməni, səadətə gedən yolda ən başlıca maneədir. Qorxu, həsəd, qısqanclıq, paxıllıq, acgözlük, natamamlıq hissi, özünə yazığı gəlmək, özünə dəyər verməmək, qəzəb və s. kimi hisslər insanı içdən yeyir. Qorxaq, hər bir şeydən ürkən, zəif iradəli insan onlarla mühafizəçinin əhatəsində olsa belə yenə də qorxacaq. Özünü əminlikdə hiss etməyəcək. Gələcəyə ümidsiz baxan, özünə inanmayan, özünü xoşbəxtliyə layiq bilməyən biri hal-hazırda hər şeyə sahib olsa belə gələcəyindən narahat olduğu üçün özünü natamam və bədbəxt hiss edəcək. Öz düşüncəsini bu xəstəliklərdən təmizləyən şəxs isə dərhal bədbəxtlik hissindən azad olacaq. Bundan sonra həmin mənfi hisslərin yerini mütləq müsbət hisslərlə doldurmaq lazımdır. Sevgi, rahatlıq, sevinç, ümid, hamının xeyrini istəmək, çalışmaq, sücayət, həvəs, mehribanlıq kimi müsbət hisslər bir neçə dəqiqə ərzində həyatı yaxşılığa doğru dəyişmək xüsusiyyətinə malikdir. Bizim inkişafımıza, bir addımlıqda olan uğura qovuşmağımıza mane olan məhz qorxularımız, tərəddüdlərimiz, cəsarətsizliyimiz, özümüzə inamsızlığımız, komplekslərimizdir. Uğurla bizim aramızda bundan böyük maneə yoxdur. Bəzən sadəcə kiçik bir addım atmaqla, əl uzatmaqla düz yanımızda olan mükafatı götürmək mümkündür. Biz isə yenə də tərəddüd edirik. 2011-ci ildə cüdo üzrə İranda keçirilən Vəhdət beynəlxalq turnirinə qatılmaq imkanım oldu. O vaxta qədər sambo idman növü üzrə müxtəlif yarışlarda iştirak etmişdim. Neçə vaxt idi ki, ciddi formada məşqləri tərk etmişdim. Ancaq yüngül formada məşqlərlə kifayətlənirdim. Bu yarışa dəvət aldıqda içimdə müəyyən tərəddüdlər var idi. Digər tərəfdən də həmin il samboda həvəslə istifadə etdiyim bəzi fəndlərin cüdoda tətbiqini qadağan etmişdilər. Bu da bu yarışda qalibiyyətimi çətinləşdirirdi. Əvvəlcə bəlkə indi vaxtı deyil, belə bir yarışa hazırlıq üçün daha çox vaxt lazımdır. Orada iştirak edənlərin hamısı ciddi idmançılardır. Bu yarış sənin nəyinə lazımdır? Bu yarışa hazırlıq üçün ciddi məşqlərə yenidən başlamalısan, əziyyət, vaxt, birdən alınmadı, bu qədər zəhmətin hədər gedəcək kimi fikirlər beynimə gəldi. Ancaq qəti şəkildə bu fikirləri kənara qoydum. Özümdə qələbəyə mütləq inam yaratdım və intensiv məşqlərə başladım. Mütəmadi olaraq cüdo üzrə olimpiya qəhrəmanlarının yarışlarına baxır, qarşıdakı yarış haqqında düşünür, fikrimdə onu canlandırırdım. Psixoloji hazırlıq yüksək olanda fiziki hazırlıq daha asan və daha effektli olur. İnsanın qələbəyə inamı, hədəfə çatmaq istəyi yüksək olduqda daha intensiv məşq edir, yorulmaq bilmir.
Nəticədə məşqlərdə müxtəlif yeni kombinasiyalar, ideyalar təsəvvürümdə yaranırdı. Yarışa bir ay qalmış, bəzi gözlənilməz problemlərlə üzləşdim. Çəkim düz 4 kilo azaldı. Son məşqlərdə iştirak edə bilmədim. Bu mənfi hallara fikir vermədən yarışa çıxdım. Yüksək psixoloji hazırlığın əhəmiyyətini yarışda tamlığı ilə hiss etdim. Rəqiblərim həm texnika, həm də fiziki göstəricilərinə görə kifayət qədər güclü idilər. Müxtəlif yarışlarda nəticə göstərmiş idmançılar idilər. Buna baxmayaraq onlar üzərində tam qələbə qazandım. Finala qədər irəlilədim. Ümumiyyətlə, qələbəyə olan böyük inam, psixoloji hazırlıq, yarışın taktiki planının işlənilməsi, bunlar hər bir rəqabətdə ilk və son sözü deyir. Finalda yarışdan bir ay əvvəl 2 dəfə tam qələbə ilə məğlub etdiyim qara kəmər ustası olan İranlı idmançı ilə qarşılaşdım. Məşqlərdə qabırğam qırılmışdı. Bu qarşılaşmada həmin travma, çəki itirməyim özünü büruzə verdi. Çox az üstünlüklə final görüşündə məğlub oldum. Rəqib sevindiyindən nə edəcəyini bilmirdi. O, bunu heç gözləmirdi. Sözün düzü mən də heç gözləmirdim. Çünki qələbəmə çox əmin idim. Mən bu yarışda özümü məğlub bilmirəm. Bütün gücünü verdiyi halda əldə olunan hər bir nəticə qalibiyyətdir. Həyatımda buna oxşar çox hadisələr olub. Düşünürəm ki, əgər əldə etdiyim bütün uğurlardan əvvəl gələn mənfi fikirlərə, İradəmizi iflic edən mənfi hisslərə tabe olub yerində dayansaydım, o uğurların heç birini əldə edə bilməzdim. Hamı da belədir. Uğur qazandığınız məqamlarda siz tərəddüdlərə, inamsızlıqlara qalib gəlməlisiniz. Əgər hardasa nə isə əldən qaçırmısınızsa, onların bir çoxunun kökündə içinizdəki mənfi hiss və fikirlərə qulaq asmağınız dayanıb. Əsas məsələ hədəfi yüksək təyin etmək, uğursuzluq vəd edən heç bir səsə qulaq asmamaq, əksinə hədəfə çatacağına tam inanmaq və gecə-gündüz səy etməkdir. Belə davransanız, qulağınız qapıda olsun. Uğur tezliklə qapınızı döyəcək, buna tam əmin olun. Rövşən Abdullaoğlu, Hər bir insan hökmdardır, səhifə 76-79.